Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bugün 30 may 2025-ci il tarixində coğrafiya müəllimləri üçün təşkil olunan sertifikasiya sınaq imtahanının izahı ilə tanış olacağıq. Birinci sual: suburbanizasiya və yalançı urbanizasiya üçün oxşar əlamətləri müəyyən edin. İlk öncə bu anlayışların izahı ilə tanış olaq. Suburbanizasiya inkişaf etmiş ölkələrdə şəhər əhalisinin şəhər ətrafına köçməsidir. Yəni burada əsas gətirilir ki, şəhərin səs-küyü və oradakı çirklənmə səviyyəsi əhalinin ətraf ərazilərə köçməyinə səbəb olur. Yəni şəhər ətrafına. Yalançı urbanizasiyadır isə ölkə inkişafda olan ölkələrdə əhali kəndlərdən, rayonlardan bir qədər inkişafı yüksək olan şəhərlərin ətrafına köçür və burada özlərinə iş yerləri axtarırlar. Bu da yalançı urbanizasiyadır. Birinci, Amerika qitəsində hər iki şəhərləşmə tipinə rast gəlinir. Bu doğrudur. 2. Hər iki şəhərləşmə tipində əhali əsasən böyük şəhərlərin ətrafında məskunlaşır. Doğru fikirdir. 3. İnkişaf etmiş ölkələrin əksəriyyəti üçün səciyyəvidir. Bu suburbanizasiya üçün uyğundur, ancaq yalançı urbanizasiya üçün xeyr. 4. İstanbul və Rio de Janeiro şəhərləri üçün səciyyəvidir. Bu yalançı urbanizasiyaya aiddir. 5. İqtisadi və sosial inkişaf sürəti şəhərləşmənin sürətindən geri qalır. Bu yalançı urbanizasiyaya aiddir. Yəni, şəhərin iqtisadi inkişafı şəhərləşmədən, yəni əhalinin bura köçməyindən geri qalır və nəticədə şəhər əhalini iş yerləri ilə təmin edə bilmir. 6. Xətti, sahilboyu və radial modelləri mövcuddur. Bu da ortaq cəhət kimi göstərilə bilər. Doğru cavab olacaq D variantı 1, 2 və 6. İkinci sual. Günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqları arasındakı fərqin 47 dərəcəyə bərabər olduğu coğrafi enlikləri müəyyən edin. Əgər günəş şüalarının maksimum və minimum düşmə bucağının fərqinin 47 dərəcə olduğu məntəqələr istənilirsə, bu məntəqələr ya mülayim işıqlanma qurşağında yerləşə bilər, ya tropik xəttləri üzərində, ya da qütb dairələri üzərində. Digər ərazilərdə bu qanuna uyğunluq ödənilmir. İndi biz sualda mülayim işıqlanma qurşağında yerləşən, tropiklərin üzərində yerləşən və qütb dairələri üzərində yerləşən məntəqələri götürə bilərik. 3 tropik xəttidir, 4 qütb dairəsidir, 6 isə mülayim işıqlanma qurşağında yerləşən paralel xəttidir. Doğru cavab olacaq 3, 4 və 6. C variantı doğru cavabdır. Üçüncü suala baxaq. Doğru fikirləri müəyyən edin. Əsasən kiçik miqyaslı xəritələrdə təhrif daha çox olur. Bu doğrudur əlbəttə ki. 2. İstənilən tip proyeksiya ilə tərtib edilən xəritələrdə Günəşin zenitdə olduğu ərazilər təhrifsiz təsvir olunur. Bu yanlış fikirdir. Məsələn, konus proyeksiyasında ən çox təhrif olan ərazilərdən biri elə Günəşin zenitdə olduğu hissə ola bilər. 2 yanlışdır. 3. İstənilən tip proyeksiya ilə tərtib edilmiş xəritələrin 180 dərəcəlik meridianın keçdiyi hissələrində təhrif müşahidə edilə bilər. Bu doğrudur. 4. Yalnız 12-ci və 24-cü saat qurşaqları 4 yarımkürədə yerləşir. Sualda bu doğru cavab kimi götürülür. Bəzən müəllimlər qeyd edir 0-cı saat qurşağına da 0-cı və ya 24-cü saat qurşağı deyirik. Yəni ikisi də eyni yerdə, eyni ərazidə yerləşdiyi üçün birini yazmaq kifayət edir. 5-ci, topoqrafik xəritələrdə təhrif icmal topoqrafik xəritələrdən daha böyükdür. Topoqrafik xəritələr böyük miqyaslıdır, icmal topoqrafik xəritələr isə orta miqyaslıdır və böyük miqyaslı xəritələrdə təhrif icmal topoqrafikdən daha azdır, daha böyük deyil. 5 yanlışdır. 6. Konus proyeksiyasından istifadə edilərək tərtib olunan xəritələrdə təhrif olmur, əksinə təhrif olur. 6 da yanlış cavabdır. Sualın doğru cavabı 1, 3 və 4. Y variantıdır. 4-cü sual. Dünya xəritəsində 30 dərəcə şərq uzunluğu ilə 70 dərəcə qərb uzunluğu arasındakı ən qısa məsafə 70 dərəcə, 50 dərəcə paralel üzərində 30 sm olarsa,
xəritənin bu hissəsi üçün xüsusi miqyası hesablayın. Xüsusi miqyası tapmaq üçün məntəqələr arasındakı məsafə paralel qövsünə görə hesablanır. Daha sonra xəritə üzərindəki məsafəyə bölünür. 30 şərq uzunluğu və 70 qərb uzunluğu arasında 100 dərəcə coğrafi uzunluq fərqi var. Biri şərqdə, biri qərbdə yerləşdiyi üçün toplayırıq. Və bu məntəqələr 50 dərəcə paralel üzərində yerləşirlər. 50 dərəcəli paralel üzərində 1 dərəcə qövsün uzunluğu 71,7 kilometrə bərabərdir. O zaman 100 dərəcə x kilometr olar. Buradan x bərabər olur 71,7 vurulsun 100 bərabərdir 7170 kilometr. Məntəqələr arasındakı məsafəni müəyyənləşdirdik. Biz xüsusi miqyası tapmaq üçün xüsusi miqyas bərabərdir. Aldığımız bu həqiqi məsafəni xəritə üzərindəki məsafəyə bölməliyik. 7170 bölünsün 30. O da bərabər olur 239 kilometr. Bu aldığımız cavab xəritənin izahlı miqyasıdır. Kilometrlə olduğuna görə biz 239-un yanına 5 dənə 0 əlavə edirik. Olur 23.900.000. Doğru cavabımız olacaq A variantı. 5-ci suala baxaq. Cədvələ əsasən doğru sıranı müəyyən edin. Tektonik zonalar, onlara uyğun gələn xüsusiyyətlər verilib. Doğru olanını seçək. Böyük Qafqaz qalxmasında maqmatik süxurlar üstünlük təşkil edir. Bu yanlışdır. Əsasən çökmə süxurlar üstündür. 2. Ön Qafqaz çökməsində neft ehtiyatlarına rast gəlinmir. Əksinə neft ehtiyatlarına rast gəlinir. 3. Kiçik Qafqaz qalxması molibden və alnüt yataqları mövcuddur. Bu doğrudur. 4. Kür çökməsində yalnız ovalıqlardan ibarətdir. Xeyr. Məsələn, Ceyrançol alçaq dağlığı ovalıq ərazi deyil. 4-ü çıxdıq. 5. Araz çökməsi Araz çayının keçdiyi bütün ərazilər yerləşir. Xeyr. Bütün əraziləri bura aid edə bilmərik. Doğru cavabımız C variantıdır. 3-cü bənd. 6-cı sual. Uyğunluğu müəyyən edin. Braziliya yaylası, Meksika yaylası və Orta Sibir yaylası. A variantı. Heç vaxt kölgə uzunluğu 0-a bərabər olmur. Bu Orta Sibirə aiddir. 3-ə A. Çünki burada günəş zenitdə olmur. B. Aid olduğu ölkə 2 yarımkürədə yerləşir. Aid olduğu ölkə 2 yarımkürədə yerləşir deyirsə, bu Meksikaya aid olacaq. 2-yə B. C variantı. Yerləşdiyi materikdə Mezozoy qırışıqlığında yaranan relyef formalarına rast gəlinmir. Bu Braziliya yaylasıdır. Cənubi Amerikada Mezozoy yaşlı relyef forması yoxdur. D variantı. Qərbində cavan platforma yerləşir. Bu da Orta Sibir yaylasına aiddir. 3-ə D yazırıq. Qərbi Sibir düzənliyi cavan platforma ərazisinə uyğun gəlir. Y variantı. Yerləşdiyi ölkələrdə günəş il boyu günorta vaxtı zenitdə olur. Bu da heç birinə uyğun gəlmir. Doğru cavabımız olur 1-ə C, 2-yə B, 3-ə A və D. B variantı sualın doğru cavabıdır. 7-ci suala baxaq. 20-ci saat qurşağının orta meridianında yerli vaxtla saat 22:40 olarsa, 95 dərəcə qərb uzunluğunda yerləşən məntəqədə yerli vaxtla saat neçə olar? Əvvəlcə 20-ci saat qurşağının orta meridianını müəyyənləşdiririk. 20-ci saat qurşağı qərbdə yerləşir. 24-dən 20-ni çıxırıq, qalır 4, vururuq 15-ə, olur 60 dərəcə qərb uzunluğu. Deməli, bizim məntəqənin biri 60 dərəcə qərb uzunluğundadır. Və burada saat 22:40-dır. Digər məntəqə 95 dərəcə qərb uzunluğunda yerləşir. Və bizdən bu məntəqədəki yerli vaxtla saat istənilir. Əvvəlcə məntəqələr arasındakı coğrafi uzunluq fərqini tapaq. 95-dən 60 çıxsa qalır 35 dərəcə. 35 dərəcənin neçə saata bərabər olduğunu tapmaq üçün bölürük 15-ə. 2 dəfə 30, 5 dərəcə qalıq qalır. 2 saatdır. Bu 5 dərəcəni isə dəqiqə ilə ifadə etmək üçün 4-ə vururuq. Çünki 1 dərəcə 4 dəqiqəyə bərabərdir. Olur 20 dəqiqə. Deməli, bu iki məntəqə arasında 2 saat 20 dəqiqə yerli vaxt fərqi var. 95 qərb uzunluğu 60-a nəzərən daha qərbdə yerləşdiyi üçün
onun yerli vaxtı 60-ın yerli vaxtından geri olmalıdır. Yəni 95-dəki yerli vaxtı tapmaq üçün 22:40-dan 2 saat 20 dəqiqəni çıxarıq. Bərabər olacaq 20. Doğru cavab D variantıdır. 8-ci sual. Cənub yarımkürəsində yerləşən limanları seçin. Deməli, Richards Bay, Kure, Tampa. Kure şimal yarımkürəsindədir. A variantı gedir. Dampir, Santos və Tubaran limanları hər üçü cənub yarımkürəsindədir. Doğru cavab elə B variantıdır. 9-cu suala keçək. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi şəhəri müəyyən edin. İqlim diaqramına baxırıq. Yay ayları isti və rütubətli keçir. Qış ayları isə mülayim və qismən quraq keçir. Bu, subtropik iqlim qurşağının Musson iqlim vilayətinin iqlim diaqramıdır. Verilən şəhərlərdən isə yalnız Tokyo subtropik iqlim qurşağının Musson iqlim vilayətində yerləşir. Doğru cavab C variantıdır. 10-cu sual. Yerin öz oxu ətrafında hərəkəti zamanı coğrafi enliklər üzrə fırlanma sürəti fərqli olur. Buna nəzərən, aşağıda verilmiş şəhərləri, onların yerləşdikləri paralel çevrələrinin fırlanma sürətinin azalması istiqamətində sıralayın. Yerin öz oxu ətrafında hərəkəti zamanı ekvator daha sürətlə fırlanır, qütblər isə hərəkətsiz qalır və ekvatordan qütblərə doğru getdikcə paralellərin sürəti azalır. Bizə verilən şəhərlərin hər üçü şimal yarımkürəsində yerləşir. Biz bunları cənubdan şimala doğru sıralasaq, onları paralellərin fırlanma sürətinin azalması istiqamətində düzmüş olarıq. Ən cənubda yerləşəni bu üç şəhərdən Manila şəhəridir, Filippinin paytaxtı. Birinci olacaq 3. Daha sonra Bakı 1, ən sonda isə Finlandiyanın paytaxtı Helsinki şəhəri. Doğru cavabımız elə A variantıdır. 3, 1 və 2. 11-ci sual. Riyazi statistik məlumatlar əsasında tərtib olunmuş xəritələrdə statistik göstəriciləri yüksək olan ərazilər təhrif olunmuş halda daha qabarıq göstərilir. Nöqtələrin yerinə uyğun cavabı təyin edin. Riyazi statistik məlumatlar əsasında hazırlanan xəritələr anamorfoz xəritələrdir. Doğru cavab A variantıdır. Bir şeyi də diqqətinizə çatdırım. Anamorfoz xəritələrin tərtibi zamanı kartoqrafik proyeksiyalardan istifadə olunmur. 12-ci suala baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. 1. Ural çayı transsərhəd çay hesab edilir. Bəli, bəzi ərazilərdə Rusiya və Qazaxıstan sərhədlərində yerləşir. 1 doğrudur. 2. San Fransisko stoplayıcı hövzəsi 2 işıqlanma qurşağında yerləşir. Bu yanlışdır. 3. Müqəddəs Lavrenti subtropik iqlim qurşağında yerləşir. Yanlışdır, mülayim iqlim qurşağındadır. Magdalena kənar dənizə tökülür, düzdür. Karib dənizinə tökülür, o da kənar mövqeyə malikdir. 4 doğrudur. 5. Mackenzie Baffin dənizinə tökülür, xeyr, Beaufort dənizinə tökülür. 5 də yanlışdır. 6. Qanq çayı mənsəbi Banqladeşdə yerləşir, doğrudur. Deməli, sualın doğru cavab olacaq 1, 4 və 6. C variantı doğru cavabdır. 13-cü sual. Müvafiq olaraq uyğunlaşdırın. Fiziki coğrafiyanın yeni sahəsi, iqtisadi coğrafiyanın ənənəvi sahəsi. Burada fiziki coğrafiyanın ilk öncə yeni sahələrini seçək. Bura aid olacaq fiziki coğrafiyaya yeni sahə kimi landşaftşünaslıq və landşaft planlaşdırılması. Birə C uyğundur yalnız. 2. İqtisadi coğrafiyanın ənənəvi sahəsi. Burada kənd təsərrüfatı coğrafiyası ilə sosial coğrafiyanı misal göstərmək olar. 2-ciyə də A və Y uyğun gəlir. 1-ə C, 2-yə A, Y. Doğru cavabımız C variantıdır. 14-cü sual. Şərq yarımkürəsində yerləşən ölkələri seçin. Almaniya şərqdədir, Efiopiya şərqdədir, Avstraliya həmçinin şərqdədir. Braziliya, Kanada və İslandiya isə
qərb yarımkürəsində yerləşir. Doğru cavabımız B variantıdır. 1, 2 və 3. 15-ci sual. Orta miqyaslı xəritələrə uyğun gələn miqyasları seçin. Orta miqyaslı xəritələr 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər olan xəritələrdir. Birinci 1 bölünsün 5 milyon, bu kiçik miqyaslıdır. 1 bölünsün 150 min böyük miqyasdır. 1 bölünsün 2 milyon 500 min kiçik miqyasdır. 1 bölünsün 300 min orta miqyas olur. 750 min orta miqyasdır. 600 min həmçinin orta miqyasdır. Doğru cavabımız olacaq B variantı 2, 4 və 6. 16-cı sual. Xəritə sxemdə hansı faydalı qazıntının daşınma istiqamətləri təsvir edilmişdir? Burada diqqət etsək görürük ki, əsas daşınma istiqamətləri ABŞ-dan Avropaya və Cənubi Amerikaya, həmçinin Avstraliyadan Yaponiya və Avropa istiqamətlərində, Cənubi Afrika Respublikasından Yaponiya istiqamətlərindədir və bu kömürün əsas daşınma istiqamətləri olur. Doğru cavab B variantıdır. 17-ci sual. Doğru olmayan fikirləri müəyyən edin. Birinci, ən çox fiziki coğrafi rayon Böyük Qafqaz təbii vilayətindədir. Xeyr, Kür-Çökəkliyi vilayətindədir. Bu doğru deyil, götürürük. 2. Kür-Çökəkliyi təbii vilayəti 3 ölkə ilə həmsərhəddir. Bu doğrudur. Gürcüstan, Ermənistan və İran İslam Respublikası ilə Kür-Çökəkliyi vilayəti sərhəddə yerləşir. 2. Doğru cavab olduğu üçün götürmürük. 3. Kür-Çökəkliyi və Kiçik Qafqaz təbii vilayətlərində gir ehtiyatları mövcuddur. Doğru olduğu üçün götürmürük. 4. Kür-Çökəkliyi təbii vilayətində yalnız qışı mülayim keçən yarımsəhra və quruçul iqlim tipinə rast gəlinir. Bu yanlış fikir olduğu üçün götürürük. Çünki Kür-Çökəkliyində Qanıq-Əyriçay vilayəti də yerləşir və ora yayı rütubətli keçən, yəni qışı quraq keçən mülayim isti iqlim şəraitində yerləşir. 4 yanlışdır, götürürük. 5. Lənkəran təbii vilayətində maqmatik süxurlara rast gəlinir. Doğrudur. 6. Orta Araz təbii vilayətində iqtisadi əhəmiyyətli dəmir filiz yataqları mövcuddur. Bu da yanlış fikir olduğu üçün qəbul edirik. Doğru cavabımız B variantı 1, 4 və 6-cı bəndlər. 18-ci sual. Subekvatorial iqlim qurşağında yaranan təbii zonanı müəyyən edin. Subekvatorialda yaranan təbii zona savanna və seyrək meşələr təbii zonasıdır. Cavab C variantı. 19. Cədvələ əsasən doğru bəndi müəyyən edin. 1. Braziliya Federativ Respublikadır. Doğrudur. 2. İndoneziya Unitar Respublikadır. Yanlışdır. 3. Qazaxıstan Unitar Respublikadır. Doğrudur. Koreya Xalq Demokratik Respublikası unitardır, ancaq monarxiya deyil, respublikadır. 4 yanlışdır. 5. Küveyt unitardır, ancaq mütləq monarxiya yox, konstitusiyalı monarxiya ölkəsidir. 5 də yanlışdır. 6. Vyetnam unitar respublikadır. Doğrudur. Cavab olacaq Y variantı 1, 3 və 6-cı bəndlər. 20-ci sual. Ölkəmizin ərazisində mövcud olan tranzit, transsərhəd çayları seçin. Tərtər çay tranzit çay deyil. Arpa çay tranzitdir. Qanıq çayı tranzitdir. Akstafa çay həmçinin tranzit çaydır. Qusar çay tranzit deyil. Girdiman çay həmçinin tranzit çay deyil. Doğru cavab D variantı 2, 3 və 4. 21-ci suala baxaq. Müəllim şagirdlərə Naxçıvan iqtisadi rayonunda olan çayların adını xəritədən tapmağı və tapdıqları iki çay arasındakı məsafəni hesablamağı tapşırdı. Şagirdlər tapşırığı icra edən zaman müvafiq olaraq hansı təhlil üsullarından istifadə edəcək? İlk öncə şagirdlər burada xəritəyə baxaraq oradan iki çayı tapırlar. Xəritəyə baxaraq oradan məlumatın əldə olunması vizual təhlilə aiddir. Tapdıqları iki çay arasındakı məsafəni hesablayırlarsa, məsafələrin hesablanması kartometrik təhlilə aiddir. Doğru cavab olacaq birinci vizual, daha sonra kartometrik. Cavabımız C variantıdır.
22-ci suala baxaq. A ölkəsinin əhalisinin ümumi sayı 40 milyon nəfər, adam başına düşən ümumi daxili məhsulun həcmi isə 30 min ABŞ dollarıdır. Bu ölkədə ümumi daxili məhsulun 30% xarici şirkətlərə məxsusdursa, ümumi daxili məhsulda milli şirkətlərin payını tapın. Əgər 30% xarici şirkətlərdirsə, 70% də milli şirkətlərin payı olacaq. Biz burada ilk öncə ümumi daxili məhsulun həcmini tapmalıyıq. Bunun üçün 40 milyonu 30 minə vurmaq lazımdır. 30 min vurulsun 40 milyon. Böyük rəqəmlər olduğu üçün sıfırları yazmıram. Bərabərdir. 30-u 40-a vursaq olacaq 1200. Daha sonra 1200-ün 70%-ni tapıram. Vurdum 70'ə, böldüm 100'ə, aldım 840, milyon, 6 sıfır, mində də 3 sıfır var. Bir yerdə olur milyard. Yazıram 840'ın sonuna milyard. Doğru cevabımız olur. Ümumi daxili məhsulun həcmi 840 milyard dollardır. Cavab D variantı. 23-cü sual. Quba-Xaçmaz iqtisadi rayonuna aid olmayan inzibati rayon. Quba-Xaçmaza aid olmayan inzibati rayon Xızıdır. O, Abşeron Xızı iqtisadi rayonuna aiddir. Doğru cavab C variantı. 24. Doğru fikirləri müəyyən edin. 1. Avstraliyada yalnız ətlik və ətlik-südlük istiqamətli heyvandarlıq inkişaf etmişdir. Xeyr. Orada südlük və südlük ətlik istiqamətli heyvandarlıq da mövcuddur. Bir yanlışdır. 2. Dəniz mühitində müxtəlif heyvanların yetişdirilməsi marikultur təsərrüfat adlanır. Doğrudur. 3. Çəltik əkinləri həm quraq, həm də rütubətli isti iqlimə malik ərazilərdə ola bilər. Doğrudur. Quraq ərazilərdə suvarma şəraitində çəltik əkinçiliyi aparmaq mümkündür. 3. Daha doğrusu 4. Yaşıl inqilabın baş verməsi inkişaf etmiş ölkələrin təsərrüfat strukturunda kənd təsərrüfatının payının kəskin artmasına səbəb olmuşdur. Yaşıl inqilab inkişafda olan ölkələrdə aparılmışdır. 4 yanlışdır. 5. Broiler quşçuluq kompleksi əsasən istehlakçılara yaxın yerləşdirilir. Bunu da doğru cavab kimi götürmək olar. Ümumiyyətlə, broiler quşçuluğu həm istehlakçılara, həm də yem bazasına yaxın yerləşdirilir. 6. Rusiyada həm şəkər qamışı, həm də şəkər çoğunluğu becərilir. Bu yanlışdır. Şəkər qamışı isti olan ərazilərdə becərilir. Doğru cavabımız 2, 3 və 5-ci bəndlərdir. C variantı doğru cavabdır. 25-ci sual. Böyük yeddilik qrupuna aid olan ölkələr. Fransa böyük yeddilikdədir. Kanada böyük yeddilikdədir. Həmçinin Yaponiya da böyük yeddiliyə aiddir. Cavab B variantıdır. 1, 4 və 5. 26-cı sual. H məntəqəsində atmosfer təzyiqi 670 mm civəstonudur. Qeyd edək. F və H məntəqələri arasındakı temperatur fərqi 7,2 dərəcə təşkil etdiyini nəzərə alaraq F məntəqəsinin mütləq hündürlüyünü müəyyən edin. İlk öncə H və F arasındakı temperatur fərqinə görə onların arasında məsafəni, yəni hündürlük fərqini hesablayaq. 1 kilometrdə temperaturun 6 dərəcə dəyişdiyini bilirik. X kilometrdə dəyişəcək 7,2 dərəcə. Buradan X bərabər olur 7,2 bölünsün 6, o da bərabər olacaq 1,2 kilometr. Metrlə ifadə etsək olur 1200 metr. Yəni H və F məntəqələri arasındakı məsafə 1200 metrə bərabərdir. Ancaq biz F-in hündürlüyünü, daha doğrusu mütləq hündürlüyünü 1200 metr götürə bilmərik. Çünki H məntəqəsi 0 metr hündürlükdə yerləşmir. Bəs F məntəqəsinin mütləq hündürlüyünü necə hesablayarıq? Biz burada bir dənə 0 metr hündürlük qeyd edirik. Və 0 metr hündürlükdə bilirsiniz ki, atmosfer təzyiqi 760 mm civəstonuna bərabər olur. H məntəqəsində də təzyiqin 670-ə bərabər olduğunu bilirik.
Bu iki məntəqə arasında təzyiq fərqinə əsasən hündürlük fərqini hesablayırıq. 760-dan 670 çıxsaq qalacaq 90 mm. 10 metrdə təzyiq 1 mm civə sütunu dəyişir. X metrdə də 90 mm. Buradan x bərabər olur 90 vurulsun 10, o da bərabərdir 900 metr. Deməli 0 metr dəniz səviyyəsindən də H-a qədər 900 metr hündürlük var. Toplamda 1200 və 900 metri biz toplasaq F məntəqəsinin mütləq hündürlüyünü tapmış olarıq. 1200 üstəgəl 900 bərabər olacaq 2100 metr. Doğru cavabımız B variantıdır. 27-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Dağlıq Şirvan iqtisadi rayonu, Qazax Tovuz iqtisadi rayonu, Milmuğan iqtisadi rayonu verilib. Biz onlara uyğun gələn xüsusiyyətləri qruplaşdıraq. A variantı. Yalnız bir xarici ölkə ilə həmsərhəddir. Bu aid olacaq deməli Milmuğan iqtisadi rayonuna. Bu iqtisadi rayon yalnız İran İslam Respublikası ilə həmsərhəddir. 3-ə A. B variantı. Filiz faydalı qazıntı yataqlarına malikdir. Qazax Tovuz 2-yə B uyğundur. 5 iqtisadi rayonla həmsərhəddir. Bu dağlıq Şirvana aiddir. 1-ə C. D variantı 5 inzibati rayondan ibarətdir. Qazax Tovuz 5 inzibati rayondan ibarətdir. 2-yə D də uyğun gəlir. Y variantı yayı quraq keçən mülayim isti iqlim yarım tipində rast gəlinir. Bu da dağlıq Şirvana aiddir. 1-ə Y. Doğru cavabımız olacaq 1-ə C, Y, 2-yə B, D, 3-ə A. Cavab Y variantıdır. 28-ci sual. 5-ci saat qurşağının orta meridianını təyin edin. Saat qurşağının orta meridianını tapmaq üçün qurşağın göstəricisini 15 dərəcəyə vurmaq lazımdır. Yəni 5-i vururuq 15-ə, olur 75 dərəcə. Və 5-ci saat qurşağı bilirik ki, şərq yarımkürəsindədir. Olacaq 75 dərəcə şərq uzunluğu. Cavab A variantıdır. 29-cu suala baxaq. Subtropik iqlim qurşağında yerləşən yarımadalar. Kamçatka mülayimdədir. Skandinaviya mülayimdədir. Somali subekvatorialdadır. Piriney, Apenin hər ikisi subtropikdədir. Doğru cavab D variantıdır. Arnamnent və Labrador. Arnamnent yerləşir subekvatorialda. Ona görə Y variantı da yanlışdır. Doğru cavabımız D variantı. 30-cu suala baxaq. Qütb gecələrinin müşahidə olunduğu materiklər. Qütb gecələri Şimali Amerikada, Avrasiyada və Antarktida materikində müşahidə olunur. Doğru cavabımız elə A variantıdır. Antarktida və Şimali Amerika. 31. Ölkənin geosiyasi rolunda əsas amillər və digər amillər nədir? Onları müəyyənləşdirək. Əsas amillərə aiddir nə? Ölkədə ümumi daxili məhsulun həcmi, təbii resursların həcmi və ölkənin hərbi gücü əlbəttə ki. Digər amillərə aiddir. Ölkənin siyasi təsir dairəsi B, vətəndaşların sağlamlığı C və ölkə daxili sabitlik Y variantı. 1-ə A, D, F, 2-yə B, C və Y uyğundur. Doğru cavab B variantı. 32-ci suala baxaq. Demarkasiya xətti nədir? Qonşu ölkələr arasında mübahisələr həll olunana qədər razılaşdırılmış sərhəd xətti demarkasiya xəttidir. Doğru cavab C variantıdır. 33. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Qaragöl qoruğunda yarımsəhra landşaftı qorunur. Xeyr, Qaragöl qoruğu yarımsəhra landşaftında yerləşmir ümumiyyətlə. 2. Samur Yalama Milli Parkında düzənlik meşə landşaftı müşahidə olunur. Doğrudur. 3. Ağgöl Milli Parkı Muğan düzündə yerləşir. Xeyr, Mil düzündə yerləşir. 4. Şirvanda ceyranlar və su quşları qorunur. Doğrudur. Körçay qoruğu Acnohur düzünün şimalında yerləşir. Xeyr. Bozdağ silsiləsində Mingəçevir su anbarının cənubunda yerləşir. 5 də yanlışdır. 6. Bəsitçay yerləşdiyi inzibati rayon iki ölkə ilə həmsərhəddir. Doğrudur. Zəngilanda yerləşir. Zəngilan da İran və Ermənistanla həmsərhəddir.
6 da doğru olur. Cavab D variantı 2, 4 və 6. 34-cü sual. İrlandiya adasının hansı istilik qurşaq və ya qurşaqlarında yerləşdiyini müəyyən edin. İrlandiya adası yerləşir mülayim istilik qurşağında. Cavab D variantıdır. 35-ci sual. ASEAN ölkələr qrupuna daxil olmayan ölkələri müəyyən edin. ASEAN Cənub-Şərqi Asiya ölkələrinin birliyidir. Bura aid olmayan ölkələrə Çini misal göstərmək olar. Daha sonra Bangladeşi misal göstərmək olar və Koreya Respublikasını. Cavab A variantıdır. 1, 3 və 6. 36-cı suala baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Birinci, xüsusiyyətlər və onlara uyğun gələn fiziki coğrafi rayonlar verilib. Qışı quraq keçən mülayim isti iqlim yarımtipi yayılıb Qanıq Əyri çay, bu doğrudur. 2. Yayı quraq keçən soyuq iqlim tipi yayılıb Günnüz Qapıcıqda, bu da doğrudur. Polimetal yataqları mövcuddur Qonaq kənddə, yanlışdır. Tərtər çayının mənsəbi yerləşir Araz boyunda, xeyir. 5. Mis ehtiyatları mövcuddur Gəncə, doğrudur. 6. Paleozoy yaşlı süxurlara rast gəlinir Həkəri, bu da yanlışdır. Doğru cavab B variantı 1, 2 və 5-ci bəndlər. Növbəti suala baxaq. Doğru sıraları müəyyən edin. Troposfer atmosferin ən sıx təbəqəsidir. Doğrudur. Stratosfer topa buludların 90%-dən çoxu bu qatda yaranır. Yanlışdır. Mezosfer dolu bu qatda yaranır. Yanlışdır. Termosfer yüksək temperatur müşahidə olunur. Doğrudur. Eksosfer şeh bu qatda yaranır. Yanlışdır. Cavab Y variantı 1 və 4. 38-ci suala baxaq. Ivanpah Solar elektrik stansiyası hansı tip stansiyadır? Günəş elektrik stansiyasıdır. Amerika Birləşmiş Ştatlarında yerləşir. Cavab C variantı. 39. Paleozoy yaşlı dağları müəyyən edin. Ant dağları Alp qırışıqlığında, Atlas dağları həmçinin Alp qırışıqlığındadır. Ural paleozoydur, Kapta paleozoydur. Böyük Xiniqan paleozoy yaşlıdır. Skandinaviya paleozoydur. Pamir Alp yaşlıdır. Krım da həmçinin Cavan dağıdır, Alp qırışıqlığında yaranıbdır. Cavab olacaq 2, 3, 5 və 6. C variantı doğrudur. 40 nömrəli suala baxaq. Xəritə sxemdə rəqəmlərlə göstərilmiş ölkələrlə bağlı doğru fikirləri müəyyən edin. 1. İsveç, 2. Almaniya, 3. İspaniya, 4. Fransa, 5. Rumıniya, 6. İtaliyadır. A variantı 2, 4, 6 böyük yeddilik qrupuna daxildir. Yəni Almaniya, Fransa və İtaliya böyük yeddiliyə daxildir. Bu doğru cavabdır. Digərlərini də təhlil edək. B-də 3, 4, 5 federativ inzibati ərazi quruluşuna malikdir. İspaniya federativdir, ancaq Fransa və İtaliya federativ deyil. Daha doğrusu Rumıniya federativ deyil. B variantı yanlışdır. C variantında 1, 2, 6-da zəngin neft ehtiyatlarına malikdir. Bu ortaq cəhət deyil. D variantı 2, 3, 5 şəkər qamışı və şəkər çuğundurunun geniş əkin sahələri mövcuddur. Şəkər qamışı demək olar ki, Avropada becərilmir, çünki soyuq ərazidir. D variantı da yanlışdır. Y variantı 1, 2, 3 əhalisi German dil qrupuna mənsubdur. 1 və 2 düzdür, ancaq 3 İspaniya Roman dil qrupuna aiddir. Y variantı da yanlış olur. Doğru cavab A variantıdır. Növbəti suala baxaq. 41. Eyler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Şimali Amerika materiki ilə Cənubi Amerika materikinin oxşar cəhətlərini müəyyənləşdirək. 1. Cavan dağlar mövcuddur. Hər ikisində cavan dağlar mövcuddur. Bu düzdür. Sahillərini 3 okean suları yuyur. Cənubi Amerikanın sahillərini 2 okean suyu yuyur. 2 yanlışdır. 3 işıqlanma qurşağında yerləşir. Bu Şimali Amerika üçün doğrudur, amma Cənubi Amerika üçün xeyr. Mülayim dəniz iqlim tipinə rast gəlinir, ikisində də var. Yerləşdiyi litosfer tavası Afrika litosfer tavası ilə həmsərhəddir, doğrudur. 6. Qütb gecələri və qütb gündüzləri müşahidə olunur.
Cənubi Amerikanı qütb dairəsi kəsmədiyi üçün burada qütb gecə-gündüzləri müşahidə olunmur. Doğru cavab B variantıdır. 1, 4 və 5. 42-ci sual. Cədvələ əsasən doğru sıraları müəyyən edin. 1. Kvars qumu Qubadlıda deyil. 1 yanlışdır. Bizə doğru cavablar lazımdır. 2. Mərmər lerikdə deyil. 3. Alunit Daşkəsəndə var. 4. Civə Laçında var. 5. Qızıl Zəngilanda var. 6. Daş kömürdür. Ümumiyyətlə ölkəmizin heç bir yerində daş kömür yoxdur. Cavab 3, 4 və 5. Y variantı doğru cavabdır. Keçək 43-cü suala. Rütubətlənmə əmsalının hansı göstəricisində süxurların fiziki aşınması intensiv olar? Rütubətlənmə əmsalı bərabərdir illik yağıntının mümkün buxarlanmaya olan nisbətinə. Yağıntı bölünsün buxarlanma. Fiziki aşınmanın intensiv olmağı üçün yağıntı ən az miqdarda, buxarlanma qabiliyyəti isə ən yüksək miqdarda olmalıdır. Buna da uyğun gəlir D variantı. 300 bölünsün 1200. D variantı doğru cavabdır. 44-cü sual. Xəritə sxemdə ştrixlənmiş ərazilərdə yayılan iqlim qurşaqları üçün doğru fikirləri müəyyən edin. Aralıq dənizinin Afrika sahilləri deməli subtropik iqlim qurşağında, Avstraliyanın şimal sahilləri yerləşir bu hissə subekvatorial iqlim qurşağında, Afrikanın ucqar cənub hissəsi yenə də subtropik iqlim qurşağında yerləşir. Deməli biz subtropik və subekvatorial iqlim qurşaqları üçün doğru fikirləri müəyyənləşdirməliyik. 1. Keçid iqlim qurşaqları da doğrudur. 2. Yağıntılar mövsümü xarakter daşıyır. Bu da doğrudur. Subtropikdə yağıntılar dəyişkəndir, həmçinin subekvatorialda yenə də yağıntı dəyişkənlik göstərir. 2 doğrudur. 3. Rütubətlənmə əmsalı vahiddən böyükdür. Xeyr, vahiddən kiçikdir. İl boyu havanın qalxan hərəkəti müşahidə olunur. Bunu deyə bilmərik, çünki yalnız alçaq təzyiq qurşağında yerləşmirlər. 5. Əkinçilik üçün əlverişli təbii şəraitə malikdir. Doğru fikirdir. 6. İl boyu eyni hava kütləsi hakim olur. Yanlışdır, çünki keçid iqlim qurşaqlarıdır. Doğru cavabımız olacaq B variantı 1, 2 və 5. 45-ci sual. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi inzibati rayonu müəyyən edin. Yağıntıya baxırıq. 1036 mm-dir və yağıntı əsasən yayda düşür. Bu məntəqə uyğun gəlir Zaqatala rayonuna. Doğru cavabımız C variantıdır. İqlim diaqramı sinif kitablarında var. 46-cı suala baxaq. Yalnız bir xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlar. Quba heç bir xarici ölkə ilə həmsərhəd deyil. Ordubad 2 ölkə ilə həmsərhəddir. Biri ilə deyil. Şəki bir ölkə ilə həmsərhəddir. Daşkəsən həmçinin bir ölkə ilə həmsərhəddir. Şəki Rusiya ilə, Daşkəsən Ermənistanla sərhəddədir. Qazax Ermənistan və Gürcüstanla sərhəddədir. İmişli isə yalnız İranla həmsərhəddir. Cavab olacaq 2, 5 və 6. A variantı doğru cavabdır. 47-ci sual. Tükənən və bərpa olunan təbii ehtiyatları müəyyən edin. Hava tükənib bərpa olunur. Dəmir filizi tükənir, bərpa olunmur. Daş kömür həmçinin bərpa olunmur. Torpaq bərpa oluna bilir. Geotermal enerji ümumiyyətlə tükənmir. Su isə tükənib bərpa olunur. Doğru cavab olacaq D variantı 1, 4 və 6-cı bəndlər. 48. Verilmiş fikirlərə əsasən A ölkəsini müəyyən edin. 3 yarımkürədə yerləşir. Həm tropik, həm də mülayim işıqlanma qurşaqlarında yerləşir. Zəngin dəmir filizi və boksit ehtiyatlarına malikdir. Yerləşdiyi materikdə qütb ulduzu Polaris görünür. 3 yarımkürədə yerləşirsə, ya buranı, Greenwich meridianını, ya da ekvator xətti kəsməlidir. Hindistanı bunların heç biri kəsmir. Hindistan 2 yarımkürədədir. Hindistanı çıxırıq. Meksikada həmçinin 2 yarımkürədədir. Sonra bizə deyir ki, həm tropik, həm də mülayim işıqlanma qurşağında yerləşir. Yəni 2 işıqlanma qurşağı olmalıdır. Bunun üçün ərazini tropik xətti mütləq kəsməlidir. Kongo tropik xətti kəsmir. Yalnız tropik işıqlanma qurşağındadır.
İspaniya həmçinin yalnız mülayim işıqlanma qurşağındadır. Ancaq Braziliyanı tropik xətti də kəsdiyi üçün həm tropik, həm də mülayim işıqlanma qurşağında yerləşir. Doğru cavabımız Y variantıdır. 49-cu sual. A ölkəsinin 2020-ci il üçün tərtib edilmiş yaş cins piramidasına əsasən doğru fikirləri müəyyən edin. Bu piramida inkişaf etməkdə olan ölkəyə aiddir. Çünki aşağı yaş qrupunun sayı getdikcə artır. Bu da inkişafda olan ölkələr üçün səciyyəvidir. Birinci, təbii artımın ikinci tipi səciyyəvidir, doğrudur. Çünki ikinci tipdə aşağı yaş qrupu daha böyük paya sahib olur. 2. 10 il sonra əhalinin orta sıxlığı azalacaq. Xeyr. 3. Orta ömür müddəti çox yüksəkdir. Orta ömür müddəti aşağıdır inkişafda olan ölkələrdə. 3 yanlışdır. 4. İqtisadiyyatın 4-cü sektorunun payı yüksəkdir. Xeyr. İnkişaf etmiş ölkələrdə 4-cü sektorun payı yüksək olur. 5. Qərbi Avropada yerləşmir. Düzdür, yerləşə bilməz. Çünki Qərbi Avropada demək olar ki, bütün ölkələr birinci tipə aiddir. 6. Koreya Respublikasına aid ola bilməz. Çünki burada birinci tipə aiddir. Doğru cavab olacaq 1, 5 və 6. Y variantı doğru cavabdır. 50-ci sual. Anklav ölkələri müəyyən edin. Anklav ölkələr o ölkələrdir ki, onların ərazisi yalnız bir ölkə ilə əhatə olunur. Vatikan anklavdır. İtaliya ilə əhatə olunur. Andorra anklav ölkə deyil. Lesotho anklav ölkədir. Cənubi Afrika Respublikası ilə əhatə olunur. Həmçinin San Marino da anklav ölkədir. İtaliya ilə əhatə olunur. Küveyt və Liechtenstein də anklav ölkə hesab olunmur. Doğru cavab C variantıdır. 1, 3 və 4. Sualların izahı bu qədər. Sağ olun. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.